Hər vaxtınız xeyir əziz şagirdlər. Bu gün sizlər üçün belə bir əvvəlki illərdə istifadə olunan imtahan sualını izah verəcəm. Sualımız funksiyalarla bağlı bir sualdır. Göründüyü kimi xətti funksiyadır. Qrafikindən də bilinir. Burada AEM-in ala biləcək qiymətləri cəmin istəyir. Vaxt itirmədən keçək sualımızın həllinə. Bu y oxudur, bu da x oxudur. Apsis və ordinat oxularını qeyd eləsək. Qrafik gördüyünüz kimi düz xəttdir. İlk bərabər kx plus 5 şəklində olan funksiya. Yəni yuxarıda verilən funksiyanın qrafikidir. Bu gördüyünüz kimi y oxunu müsbət istiqamətdə kəsir. Qrafik y oxunu müsbət istiqamətdə kəsirsə, təbii ki, burada b sıfırdan böyük olmalıdır. Burada da həmdəki x sıfır olur həmin nöqtədə. Yəni x-ə 0 versək 10m çıx m kvadratı çıx 16. Yəni böyükdür 0 olmalıdır. Y oxunu müsbət istiqamətdə kəsdiyi üçün. Bunun hər tərəfini mənfiyə vursaq m kvadrat çıx 10m plus 16 kiçikdir 0 olacaq. Bunu da vurğulara ayıranda elə 2 ədəd seçməliyik ki, hasili 16, cəmi mənfi 10 olsun. Bu da ki, mənfi 8 ilə mənfi 2-dir. Kiçikdir 0. Bu bərabərsizliyi də intervallar üsulu ilə həll edirik. Sıfırları 2 ilə 8-dir. Müsbət, mənfi, müsbət şəklində davam edəcək. Yəni, qiymət verməklə də ya da ki, funksiyanın baş əmsalı müsbət olduğu üçün olacaq. İfadənin baş əmsalı müsbət olduğu üçün müsbət, mənfi, müsbət şəkildə davam edir. Kiçikdir bərabərsizlik olduğu üçün həllər çoxluğu 2, 8-dir. Digər tərəfdən, buradakı funksiyanın qrafiki x oxunun müsbət tərəfi ilə iti bucaq əmələ gətirdiyi üçün, demək bucaq əmsalı müsbətdir. Yəni, k-nın da müsbət olduğunu deyə bilərik. K müsbətdirsə ifadəmizdə bizə verilən funksiyada k 4m çıx m kvadratı üzərinə gəl 12-dir. Bu da 0-dan böyük olmalıdır. Hər tərəfini yenə mənfiyə vursaq, m kvadrat çıx 4m çıx 12 kiçikdir 0 olacaq. Yenə 2 ilə ədəd seçməliyik ki, hasil mənfi 12, cəmi mənfi 4 eləsin. Bu da məlumdur ki, mənfi 6, bir də müsbət 2 olacaq, kiçikdir 0. Yəni, bunu yolu bilməyən, bunu vurğulara ayıra bilməyən kvadrat tənlik kimi də həll edib köklərini tapa bilər. Burada da intervalları qursaq, mənfi 2, 6, yenə müsbət, mənfi, müsbət şəklində davam edir. Altdan böyük ədəd qoysaq, həllər çoxluğu olacaq, mənfi 2 ilə kiçikdir olduğu üçün mənfi 2 ilə 6. Və bu iki bərabər həllər çoxluğunun kəsişməsini götürməliyik. Biri 2, 8-dir, 2 ilə 8. Bu aralıq kəsişməni götürür. Bir də mənfi 2 ilə 6. Bu aralıqdır. Gördüyünüz kimi bunların kəsişməsi 2, 6-dır. Yəni, m 2-dən böyük, 6-dan kiçikdir. Burada da tam ədədlərin cəmini istəyirdi. 3, 4, 5-dir. Bunları da topla.